Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə Kimya 1-ci qrup 20 variant sınaq imtahanı kitabındakı ümumi sınaqlardan birini işləyəcək, 11-ci sınağı. İnşallah imtahan gününə qədər, şans imtahanına qədər bir 1-ci qrup, bir də 4-cü qrupdan ümumi sınaqlar işləməyə davam edəcək. Vaxt bilmədən 1-ci sualdan başlayaq. Bizə reaksiya tənliyini verib və reaksiya tənliyi nəticəsində ayrılan istiliyin miqdarını da verib. Maddə metal S, kütləsi 48 qram, yanmasından ayrılan istilik 205 kilojoule. Uşaqlar, gəlin indi tənasüb quraq. Metal S-in kütləsi 48 qram olanda neçə kilojoule istilik ayrılır? 205 kilojoule istilik ayrılır. Normalda reaksiyamızda neçə kilojoule istilik ayrılıb? 820 kilojoule istilik ayrılıb. Düz deyil. Bizə deyir ki, metalın nisbi atom kütləsini müəyyən edin. 820 kilojoule istilik ayrılanda 2 mol metal S reaksiyaya girir. Metalın nisbi atom kütləsini götürək X. Kükürdün nisbi atom kütləsi nə qədərdir? 32 qram. Deməli, metal S-in ümumilikdə nisbi atom kütləsi X üzərinə gəlsin 32-dir. Reaksiya tənliyində də 2 mol metal S olduğuna görə 2-yə vururuq. İndi gəlin bu tənasübü həll edirik. 205-ə ixtisar getdi 4 dəfə. İxtisar getdi 2-yə 2 dəfə. Deməli, uşaqlar, gəlin sol tərəfdə yazaq. X üzərinə gəlinsin 32 bərabərdir 96. X də bərabərdir 64. Cavabımız da oldu C variantı. Keçirik ikinci suala. Metafosfat turşusu molekulunda rabitələrin sayı, sigma rabitələrin sayı X-i, pi rabitələrin sayı da Y-dir. Uşaqlar, gəlin indi ikinci sualı yazaq. Metafosfat turşusunun ilk öncə formulunu yazırıq. HPO3 şəklindədir formulu. Uşaqlar, sizə bir şey deyəcəm. Bunu yadınıza saxlayın. İmtahanda mütləq yazın. Hər hansı bir maddənin turşunun qrafik formulunu açmaq istəyirsinizsə, hidrogen mütləq oksigenə birləşməlidir. Yəni, turşuya turşuluq verən oksigenə birləşən hidrogendir. İlk öncə başlayırıq qrafik quruluşunu yazmağa. Hidrogeni yazdıq. Hidrogen bir valentlidir, bir xətt çıxdı. Hidrogen dedim ki, turşuda mütləq oksigenə birləşir. Oksigenə birləşdirdim, düz deyil. Sonra da mərkəzi atoma birləşdirirəm bunu. Mərkəzi atomda fosfordur. Və hidrogeni yazdım, oksigeni yazdım. 2 dənə oksigen artıqdır, ikisini də birləşdirdim fosfora. Bu da metafosfat turşusunun qrafik formulu. Molekulunda sigma və pi rabitələrin sayı, uşaqlar, dikkat rabitələrdən biri pidir, biri sigma. Deməli, molekulda 2 dənə pi rabitə var. Sigmalar sayaq 1, 2, 3, 4. 4 dənə də sigma rabitə var. Bizə nə deyir? X-in Y-ə olan nisbəti, yəni 4-ün 2-yə olan nisbəti 2. Cavab da oldu Y variantı. Keçirik indi üçüncü suala. Hansı ifadələr doğrudur? Etan, diol. Uşaqlar, ol şəkilçisi varsa, deməli, bu spirtdir. Birinci sual. 3'də 1. Etan, diol. Etan neçə dənə karbon deməkdir? 2 dənə karbon. 2 dənə karbon yazıram. Diol varsa, yəni 2 dənə də burada OH qrupu var deməkdir. Ya, bu etilen glikoldur uşaqlar. Bu haqda çox tez işləmişik. CH2, CH2. Etan, diol 1, 2. Birinci, ikinci karbona OH qrupu birləşir. Adi şəraitdə maye haldadır, doğrudur. Gliserin zəhərli maddədir. Uşaqlar, gliserin 3 atomlu spirtdir. Baxın, gliserinin formulunu yazıram, 3 atomlu spirtdir. Hətta biz yağların alınmasında da demişdik ki, gliserinin ali karbon turşuları ilə reaksiyasından biz yağları alırdıq. Düz deyil. Deməli, gliserin zəhərlisə biz yağ alıb məişətdə necə istifadə edə bilərik? Deməli, gliserin zəhərli deyil. 2 yanlışdır. Etandiol 1, 2 birli spirtdir. Uşaqlar, birli spirt nədir? 2 atomlu spirtdir, o ayrı. 2 atomlu, birli, ikili, bunları birbirine karıştırmayın. Atom sözü varsa burada OH gruplarının sayından danışır. Mesela gliserin 3 atomlu spirtdir. Etilen glikol, yani etandiol 2 atomlu spirtdir. Birli spirt bilsiz nədir? OH qrupunun birləşdiyi karbon atomu bir karbon atomuna birləşsin. OH qrupunun birləşdiyi karbon atomuna baxın, bir karbon atomuna birləşib. Həmçinin bu OH qrupunun birləşdiyi karbon atomda bir karbon atomuna birləşib. Deməli 3 də doğrudur. Gliserin su ilə müxtəlif cinsi qarışıq əmələ gətirir. Uşaqlar, əksəriyyətiniz, yəni bunda mexaniki səhvə yol verirsiniz. Gliserin spirtdir, yağ deyil. Gliserindən karbon turşusu ilə reaksiyada yağ alınır. Yəni gliserin spirt olduğuna görə gliserin su ilə müxtəlif cinsi qarışıq əmələ gətirmir. Suda həll olur. Yağlar su ilə müxtəlif cinsi qarışıq əmələ gətirir. 4 yanlışdır. 1-3 cavab oldu C variantı. 4-cü sual. Uşaqlar, biz nitratların parçalanmasını öyrənmişdik. Ammonium nitrat, bir də ammonium nitrit biraz fərqli parçalanırdı. Ammonium nitrat parçalananda reaksiya nəticəsində diazot monoksid, bir də su alınırdı. Natriumun azotla reaksiyasında nitridlər alınır uşaqlar. Natrium 3 N şəklində. Bizə nədir? Alınan maddələrdə azot oksidaşma dərəcəsini müəyyən edin. Uşaqlar, mənfi 2 oksigen, müsbət 1 azot. Daha sonra burada da mənfi 3 azot. Deməli, X-i tapdıq müsbət 1, Y-də oldu mənfi 3. X üzərinə gəlsin Y cəmlisi uşaqlar, mənfi 2 cavab da oldu C variantı.
5-ci sual. Hansı birləşmənin cis transizomeri yoxdur? Uşaqlar, iki qat rabitənin birləşdiyi karbon atomlarına eyni atom birləşibsə, deməli o birləşmənin cis transizomeri yoxdur. A variantından başlayırıq. İki qat rabitənin birləşdiyi karbon atomlarına baxın. Bir tərəfdən brom, digər tərəfdən metil qrupu ayrı-ayrıdır. Bunun cis transı var. Eyni şəkildə baxın, cis transizomeri var. A variantı doğru cavab, yəni doğrudur. Bizim cavabımız deyil. Keçirik B variantı. İki qat rabitə birləşib, bir tərəfdən baxın, karbon bu şəkildə birləşəcək, açıq quruluşunu yazıram. Bir tərəfdən birləşəcək hidrogen, digər tərəfdən də birləşəcək, birinə brom birləşəcək, digərinə də xlor birləşəcək. Cis transizomeri var. 2 də bizim cavabdır. C variantına keçirəm. Uşaqlar, C variantının cis transizomeri yoxdur. İki qat rabitə kənardadırsa və yalnız hidrogen varsa ona birləşən karbon atomda, deməli bunun cis transizomeri yoxdur. Cavab C variantı. İndi açıq şəkildə quruluşunu göstərirəm, diqqətlə baxın. İki qat rabitənin birləşdiyi karbon atomudur. Bu sağ tərəfdə, yəni istənilən qədər bir də aşağıya brom birləşib, C bu şəkildə gedir. Amma digər tərəfə baxın, bir hidrogen aşağı, bir hidrogen yox. Uşaqlar, bunun cis transizomeri var? Yox. İki tərəfə də eyni atom birləşir. Cis transizomerdə müxtəlif atom və yaxud atom qrupları birləşməlidir. Cavabımız C variantı. Digər variantlar da öz növbəsində ödənilir. 6-cı sual. Polimerləşmə dərəcəsi eyni olan, yəni en sayda polimerləşiblərdir hər ikisi. Polimetil metakrilat və poliizopren üçün eyni olan nədir? Yəni indi 6-cı suala yazaq. İlk öncə metil metakrilatın formulunu yazırıq uşaqlar. CCCOO CH3 Hidrogen ehtiyac yoxdur. Hidrogenlərimizi düzdür. Deyir ki, n dəfə polimerləşər. Gəlin polimerləşdirək. Temperatur katalizator iştirakında polimerləşdirib. CH2 n dəfə. Metil metakrilatin polimerləşmə nəticəsində alınan məhsulu gördük. İndi keçirik eynisini izopren üçün yazma. Uşaqlar, izopren bilirik ki, kauçukların alınmasıdır. Biz izopren, xlorpren, hamısı, yəni əksər kauçuklardan danışmışıq alkadenlər mövzusunda. Gəlin indi poliizoprenin quruluşunu yazım ilk öncə. Deməli, 4 dənə karbon uzun zəncirdə CH3, 2 qat rabitələr, diyen karbohidrogendir. Hidrogenləri düzək, H2, H, H2. İndi bunu n dənə, deməli, temperatur katalizator iştirakında polimerləşdiririk. Reaksiya nəticəsində alınacaq. Uşaqlar, diqqətlə baxın. CH2, xətt çəkdik. 2 qat rabitə qırıldı. CH3 birləşdi. 2 qat rabitə ortada əmələ gəldi. C. H2, H. N dənə. Gördük uşaqlar, polimerləşdirdik. İndi gəlin bir-bir variantları oxuyaq. Eyni olan nədir? Vulkanlaşa bilməsi. Uşaqlar, polimetil metakrilat vulkanlaşa bilmir. İzopren isə vulkanlaşır. Vulkanlaşma nədir? Biz kauçukları aldıq, düzdür? Kauçuklar yumuşaqdır. Məsələn, hava isti olar, kauçuk əriyər. Hava soyuq olar, kauçuk sərtləşər. Yəni kauçuklar istifadəyə çox da yararlı deyil. Kauçukları vulkanlaşdırırlar. Tərkibinə kükürt əlavə eləyirlər. İzoprenin içərisində kükürt əlavə eləyəcəm. Bu 2 qat rabitələr qırılacaq. 2 qat rabitələrin qırıldığı yerlərə kükürtlər birləşəcək və daha möhkəm bir birləşmə əmələ gələcək. Bu rezin adlanır və rezin sənayedə sənayedə olsun, məişətdə olsun, əksər yerlərdə tətbiq olunur. Amma metil metakrilatda kükürt hara birləşəcək? 2 qat rabitə yoxdur. Kükürt hara birləşsin? Ona görə vulkanlaşmır. 1 A variantı doğru deyil. Metil qruplarının sayı gəlin sayaq. 1, 2 dənə metil qrupu var polimetakrilatda. 1 dənə də metil qrupu var poliizoprenda. B variantı cavabımız deyil. sp2 hibrid orbitallarının sayı. Uşaqlar, polimetakrilatda bir dənə CO-ya birləşən karbon atomu sp2. Yəni sp2 hibrid orbitalların sayı oldu 3 dənə. Amma izoprenda isə 2 dənə karbon atomu sp2 hibrid vəziyyətindədir. Yəni sp2 hibrid orbitalların sayı oldu 6 dənə. C də bizim cavab deyil. Karbon atomlarının sayı gəlin sayaq. 5 dənə polimetil metakrilatda var, 5 dənə də izoprenda var. Cavabımız oldu. D variantı oksigen atomlarının sayı, izoprenda isə oksigen atomu yoxdur. Ona görə Y variantı da yanlışdır. Keçirik 7-ci suala. X maddəsi tətbiq olunur natrium şorasının alınmasında. Uşaqlar, ilk öncə bu sualı yazmaq üçün siz natrium şorası necə alınır onu bilməlisiniz. Natrium şorası sodaya, yəni natrium karbonat, deməli azot dioksidlə təsir etməklə alınır. Yəni natrium şorasının alınma məhsullarını bildik. Ona görə A variantı, B variantı, C variantı bizim cavabımız deyil. Suyun codluğunun aradan qaldırılması. Suyun codluğunun həm daimi codluğumuz var, həm də müvəqqəti codluq. Hər ikisini soda üsulu ilə aradan qaldırmaq olar. Tutaq ki, siz bilmirsiniz natrium şorası necə alınır. Uşaqlar,
2'ni oxuyursunuz. Sonunculuğun aradan qaldırılması. D variantı da bizim cavabdır. B variantı da cavabdır. A variantı da cavabdır. Yəni sonunculuğun aradan qaldırılması üçün hər üçü ödənilə bilər. Müvəqqəti cavablıqda düz A, B variantları ödənilir, amma D variantı hər ikisini də ödənilir. Yenə də cavab yəni tapmaq mümkün deyil də. Siz ilk öncə natrium şorası necə alınır, onu bilməlisiniz mütləq uşaqlar. Ona görə nəzəriyyəyə diqqət edin, imtahanda yəni nəzəri hissələri yaxşı-yaxşı möhkəmləndirin. İnşallah ki, yaxşı olacaq. 8-ci sual. Sikloalkan və alken. Uşaqlar, bilirik ki, bunlar siniflər arası izomerdir. Hər birinin formulu necədir? CnH2n şəklindədir. Sikloalkanda uşaqlar ən kiçik nümayəndəsi siklopropandır. Yəni minimum 3 dənə karbon ola bilər. N böyükdür bərabər 3 yazırıq. Alkenlərdə isə 2 qat rabitə var. Yəni minimum 2 dənə karbon atomu ola bilər. N böyükdür bərabər 2 yazdıq. Bizə deyir ki, molyar kütlələri bərabərdir. Molyar kütlələri bərabərsə, gəlin hər üçünün formulunu, hər ikisinin formulunu belə yazaq. C3H6 şəklində. Alkenin də formulu olsun CH6, sikloalkanın formulu da olsun CH6. Molyar kütlələri faktiki olaraq bərabərdir. İndi homoloji sırada yeri A-dır. X-i də deyir ki, A ilə ifadə edin, X-i müəyyən edin. Uşaqlar, CH6 sikloalkanın hansı nümayəndəsidir? Yəni homoloji sıranın neçənci nümayəndəsi? Birinci nümayəndəsi CH6 birinci nümayəndəsidir. Alkenlərdə CH6 neçənci nümayəndədir? İkinci nümayəndədir. Onda X bərabərdir, A üzərinə gəlsin 1-də. Cavab da oldu A variantı. Keçirik indi 9-cu suala. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Metan, propan. Uşaqlar, başlayırıq 1-dən. Molekulunda 2 qeyri-kovalent rabitə var. 9-cu sualı bir yazaq. Metanın açıq quruluşunu yazıram ki, bir də hesablayanda təzədən ayrı-ayrı yazmayaq. Ancaq metanın açıq quruluşunun üzərində siklopropan yox, adi propan. CH3, CH2, CH3. Davam edirəm. Molekulunda 2 dənə qeyri-polyar kovalent rabitə var. Qeyri-polyar kovalent rabitə 2 dənə eyni qeyri-metal arasında olur. Metanda siz 2 dənə eyni qeyri-metal görürsünüz? Yox. Amma baxın propana bir qeyri-polyar kovalent rabitə, 2 dənə qeyri-polyar kovalent rabitə. Karbonla karbon arasındakı rabitə. Ona görə 1 gedir propana. Molekulunda 4 dənə sp3 hibrid orbital var. Uşaqlar, metanda sp3 hibrid orbital 4 dənədir. Bir dənə S 3 dənə P birləşir, 4 dənə sp3 əmələ gətirib. sp3-də yəni 4 dənə hibrid orbital var. Amma propanda uşaqlar sp3, 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 3 dənə karbon atomunun 3-ü də sp3-dür. Yəni burada 12 dənə hibrid orbital var. Ona görə 2 getdi 1-ə. Bucaq quruluşu, hər ikisi bucaq quruluşudur uşaqlar. Alkanlarda bucaq dərəcəsi 109 dərəcə 28 dəqiqədir. Çünki karbon atomları arasındakı karbon atomları sp3 hibrid halındadır. Ona görə 3 getdi ortaya. Adi şəraitdə qaz halındadır. Alkanlarda S1-dən S4-ə qədər olan nümayəndələrin hamısı qaz halındadır. 15-ə qədər olanlar mayedir. 15-dən sonra olanlar isə bərk haldadır. Ona görə 1-dən 4-ə qaz halındadır. Propan da, metan da 1 ilə 4 arasında daxil olduğuna görə o da adi şəraitdə qaz haldadır. 4 də getdi ortaya. 3-ə getdi 3, 4. Hansı variantlar? Bir də 1-ə getdi ki, cavab da oldu Y variantı. 10-cu sual. Bərabər kütlədə götürülmüş hidrogen və oksigenin reaksiyasından 18 qram su alınmışdı. Gəlin ilk öncə reaksiyanı bir yazaq. Hidrogenlə oksigenin reaksiyası. Hidrogen üzərinə gəlsin oksigen. Reaksiya nəticəsində alınacaq su. Reaksiya tənliyini əmsallaşdırdıq. Bərabər kütlədə götürülür və 18 qram su alınır. Uşaqlar, normalda biz 4 qram hidrogen götürsək, 32 qram oksigen götürsək, 36 qram su alacaq. 18 qram su almışıqsa, deməli 16 qram oksigen götürmüşük, 2 qram da hidrogen götürmüşük. Düz deyil. Deyir, eyni kütlədə götür. Gəl hər ikisindən elə 16 qram götürək. Oksigen hamısı reaksiyaya daxılar. Hidrogenden də 14 qram artıq qalar. Bizə deyir ki, hansı maddədən hidrogenden artıq qaldı? Neçə qram artıq qalacaq? 14 qram. Cavab da oldu B variantı. Keçirik 11-ci sual. Uşaqlar, 11-ci sual nəzəri sualdır. Yəni glikozanın qıcqırma reaksiyalarını deyir bizə. Glikozanın qıcqırma reaksiyalarını siz artıq bilməlisiniz, əzbərləməlisiniz. 3 cür maddə əmələ gətirir. Birincisi etil spirtinə qıcqırır, yəni spirtə qıcqırma. Glikozanın formulunu bilirik. C6H12O6. Qıcqırma reaksiyası, qıcqırma yazaq. Etil spirtinə qıcqırır. C2H5OH üzərinə gəlinsin karbon qazı. Davam edirik. İkinci qıcqırır yağ turşusuna. C6H12O6 qıcqırır yenə yağ turşusuna. COH bir də alınır uşaqlar karbon qazı və hidrogen. Son olaraq süd turşusuna qıcqırır. Davam edirik. Bizə deyir ki, qıcqırmadan alınan üzvü maddələrdə karbon atomlarının sayı. Uşaqlar, süd turşusuna qıcqıranda karbon atomlarının sayı 3 dənə. Onda 2-yə getdim. Süd turşusu.
Daha sonra yağ turşusuna qıcqırma 4 dənə karbon atomu var. 1 getdi yağ turşusu. Həmçinin etil spirtində də 2 dənə karbon atomu var. 3 də getdi etil spirtinə. Hansı reaksiyalardan qaz halında maddə alınır? Uşaqlar, qaz halında maddə 1 alınır karbon qazı və hidrogen. 1-dən 3 də alınır. Cavab da oldu Y variantı. Keçirik indi 12-ci suala. Yəni qıcqırma reaksiyasını siz artıq bilsəz, bu suallar siz üçün uşaqlar bir heç nədir. Yəni imtahanda bunları su kimi yazacaqsınız inşallah. İnşallah. Keçirik 12-ci suala. Hansı reaksiyalarda etil benzol alınır? Diqqətlə reaksiyalara baxırıq. A variantı. 2 qat rabitə qırılır və bu maddələr bir-birlərinə birləşirlər. Gəlin yazaq. C6H5. Baxın, bir hidrogen qopdu. CH2, CH2, CH3 alınan maddəni gördük uşaqlar. B variantına keçirik. Natrium karbonat alınacaq benzonla. C6H6 üzərinə gəlsin natrium karbonat. Bu yollarda benzol da almaq olur uşaqlar. C variantına keçirik. Yenə iki qat rabitə qırılır. A variantında olduğu kimi C6H5, CH2, CH3. Etil benzol cavab oldu C variantı. Keçək D variantına uşaqlar. C6H5, CH3 üzərinə gəlinsin H xlor. Gördük uşaqlar. Keçirik Y variantına. Sink oksid üzərinə gəlinsin C6H6. 13-cü sual. Mis-2 sulfatın suda məhlulunun elektrolizində katodda 0,5 mol maddə alınarsa, məhlulda neçə qram sulfat turşusu alınır? Elektroliz reaksiyalarına qayıdırıq. 13-cü sual. Mis-2 sulfatı yazırıq uşaqlar. Məhlulda elektroliz eləyirik. Mis-SO4 üzərinə gəlinsin. Mis-2SO4 üzərinə gəlinsin H2O elektroliz eləyirik. Elektroliz. Uşaqlar, mis pastiv metaldır. Bilirik ki, pastiv metallar ilə katodda metalın özü alınır. Katodda nə alınır bildik. Oksigenli turşu qalığında anodda oksigen qazı alınır. Anodda. Məhlulda da uşaqlar turşu alınır. H2SO4. Reaksiya tənliyi əmsallaşdıraq. 2 mol oksigenlərin sayı bərabərləşdi. 2 reaksiya tənliyi əmsallaşdı. Davam edirik. Deyir, katodda 0,5 mol maddə alınarsa, normalda katodda neçə mol maddə alınır? 2 mol mis alınır. Bizə deyir ki, 0,5 mol mis alınsa neçə qram sulfat turşusu alınır? Bilmirik. X qram sulfat turşusu alınır. Normalda 2 mol mis alınanda 2 vurulsun 98 qram sulfat turşusu alınırdı. Düz deyil. Gəlin, ixtisarlarımızı aparaq da. 2 dəfə 0,5 elə 1 eləyir. Uşaqlar 2-yə getdi 49 dəfə. X də bərabərdir 49 qram. Deməli 49 qram sulfat turşusu alınır. Cavab da oldu Y variantı. 14-cü sual. Hansı reaksiya getmir? Silisium H florla reaksiyası uşaqlar. Silisium flor 4 üzərinə gəlinsin H2. Silisiumun florla reaksiyası elə silisium flor 4. Silisiumun kükürdlə reaksiyası. Silisiumun natrium OH bir də su ilə reaksiyası. Bilirik ki, hidrogenin alınma reaksiyalarında biz bunu öyrənmişdik. Qeyri-metallar qələvlərlə reaksiya daxil olur məhlulda alınır. Natrium 2, silisium O3, bir də hidrogen qazı, hidrogenin alınma reaksiyasıdır. Şöyle bir bütün tənlikləri əmsallaşdırmıram. Çünki sürətlə gəlin əmsallaşdıraq əgər. Uşaqlar, bir şey öyrədəcəm, diqqətli olun. İmtahanda da bunun yuxarıdakı tənliklər asandır. Bunları yəni əmsallaşdıra bilərsiniz. 4 mol yazarsınız, 2 mol reaksiya tənliyi əmsallaşdı. Daha sonra silisium flor 4-də 2 yazıq reaksiya tənliyi əmsallaşdı, 2 yazıq əmsallaşdı. Gəlirik indi qələvi ilə bu tənliyi necə əmsallaşdı? Uşaqlar, silisium normalda neçə valentlik göstərir? 4 valentlik. Deməli 4-ün yarısı 2. Hidrogenin qarşısına yazacağam 2. İndi reaksiya tənliyi əmsallaşdıraq. 2 mol da bunun qarşısına yazarım. Natriumların sayı bərabər olsun. Silisiumların sayı bərabərdir, oksigenlərin sayı da bərabərləşdi. Deməli, hidrogenin alınmasında bunu yadınızdan çıxartmayın. Biz istifadə elədiyimiz silisium olsun, sink olsun, berilyum olsun, alüminium olsun, həmin reaksiya daxil olan elementin, istər metal olsun, istər qeyri-metal olsun, valentliyinin yarısı qədər mol hidrogen alınır. Silisiumun valentliyi 4 valentlidir, onun yarısı 2-dir, yəni 2 mol hidrogen alınacaq. Bunu yadınızdan çıxartmayın əmsallaşdıranda. Keçirik Y variantı uşaqlar. Hidrogen qeyri-metallardan silisiumdan, fosforla, düzdür, silan qazı və fosfin qazları var, amma dolay yolla alınırlar. Metallardan da aktiv metallarla yalnız reaksiya daxil olur da alüminiumla berilyum istisna. Cavab da oldu Y variantı. İndi keçirik uşaqlar 15-ci suala. 1 mol doymuş bir əsaslı karbon turşusu 10 mol suda həll etdikdə 25% məhlul alınmışsa, bu turşu üçün hansı ifadələr doğrudur? Gəlin yazaq da 15-ci sual. 1 mol doymuş bir əsaslı karbon turşusu. İlk öncə doymuş bir əsaslı karbon turşusunun formulunu yazırıq. Doymuş deyirsə uşaqlar, deməli buna birləşən radikal CnH2n plus 2-dir. Alkil CnH2n plus 1-dir, alkil radikalı. Karbon turşusu isə COH-da birləşdi öz növbəsində.
və 1 mol, əlbəttə bunlar 10 mol da su. 10 mol da su. Uşaqlar, və 25% məhlul alınır. Bu reaksiya, bu məsələsinə məhlul məsələsini davam edirəm. Bizə lazımdır ki, bu karbon turşusunun tərkibində neçə dənə karbon atomu var, onu müəyyən eləyək ki, karbon, oksigenlə hidrogen nisbətini və s. müəyyən eləyə bilək. 10 mol suyun kütləsi nə qədərdir uşaqlar? 1 mol suyun kütləsi 18 qramdırsa, 10 mol suyun kütləsi olacaq 180 qram, düz deyil? 25% məhlul alınır. Gəlin yazaq. 180 qram suyumuz var. Üzərinə gəlinsin. Deməli, indi yuxarıdakı bir əsaslı karbon turşusunun nisbi molekul kütləsini hesablayaq. Karbonun nisbi atom kütləsi 12, 12N üzərinə gəlinsin, 2N plus 1 üzərinə gəlinsin, 12 üzərinə gəlinsin, 2 dənə oksigen var, 32 üzərinə gəlinsin 1. Səhv yerdə yazdıq. Neyse, aşağıdan yox, yuxarıdan. Hə, doğrudur. İndi eynisini məxrəci də yazarıq. Deməli, uşaqlar, doymuş bir əsaslı karbon turşusunun indi emerini yazıram burada. Aşağıdan yazacağım elə birbaşa. 14N plus 46. Deməli, doymuş bir əsaslı karbon turşusunun emerini müəyyən elədik. 14N plus 46. İndi bizə dedik ki, 25% məhlul. 10 mol suyun üzərinə bir əsaslı turşunu tökdük. Yuxarıda elə bir əsaslı turşunun emerini yazıb, bərabər vurulsun 100, bərabərdir 25%. 25% məhlul alınıb deyil. Yoxsallarımızı aparırıq 4 dəfə. Deməli, 180 üzərinə gəlinsin, 14N üzərinə gəlinsin, 46 bərabərdir. 4-ə vuruq uşaqlar, 4 vurulsun, 14N plus 46. İndi gəlin, bərabərliyi həll eləyək. 180 o da 46, 226 üzərinə gəlinsin 14N bərabərdir 56N üzərinə gəlinsin 24 2 yadda 16 17 18. 42N bərabərdir 42, N də bərabərdir 1. Deməli, doymuş bir əsaslı karbon turşusunda CnH2n plus 1-dəki N 1-dir. Gəlin, doymuş bir əsaslı karbon turşusunun formulunu yazaq. 1 dənə karbon, CH3, COOH. Bu qədər uşaqlar, doymuş bir əsaslı karbon turşusunun formulunu müəyyən elədik. Başlayaq 1-dən. Oksigenin kütləsinin hidrogenin kütləsinə nisbəti 8-in 1-ə nisbətdir. Baxaq hələ, turşu üçün deyir, hansı ifadələr doğrudur. Oksigenin neçə dənə oksigen var? 2 dənə oksigen. Kütlə ümumi nə qədər edir? 32 qram. 32 qram bölünsün. Hidrogen neçə dənədir? 4 dənə, yəni 4 qram. Uşaqlar 8-in 1-ə nisbəti elədir də bu. Yəni turşunun tərkibindəki oksigenin kütləsinin, deməli hidrogen kütləsinin nisbəti 8-in 1-ə nisbətdir. Bir bizim doğru cavabımızdır. Gümüş güzgü reaksiyasına daxil olur. Xeyr uşaqlar, gümüş güzgü reaksiyasına aldehidlər daxil olur, turşular yox. Aldehidlər daxil olub karbon turşusu əmələ gətirir. Molekulunda karbon atomlarının 7 hibrid orbital. Molekulunda karbon atomlarının 7 hibrid orbital var. Gəlin baxaq. CH3-dəki karbon atomu sp3 hibrid vəziyyətindədir. COH-dəki karbon atomu isə sp2 hibrid vəziyyətindədir. 4 üzərinə gəlsin 3, 7. Doğrudur, 3 bizim cavabımızdır. Molekulunda qeyri-polyar kovalent rabitə yoxdur. Xeyr uşaqlar, var. Diqqətlə baxın. Karbonla karbon arasında rabitə var. 3 dənə hidrogen buradan birləşəcək. COH da buradan birləşəcək. Karbonla karbon arasında rabitə var. Ona görə də 4 də doğru cavab deyil. 1, 3 cavab oldu. C variantı. Dördüncü dövr əlavə yarımqrup elementi olan X atomunda P elektronları bütün elektronların 48%-ni təşkil edir. 16-cı sual. X atomu var. Nisbi atom kütləsini bilmirik. Dördüncü dövr əlavə yarımqrup elementidir. Yəni, qısacası yazırıq. 1s2. Dördüncü dövrə qədər gedəcəm indi uşaqlar. 2s2, 2p6 yazdıq. 3s2, 3p6, 4s2, 3dx. D'nin üzərində D'nin neçə dənə elektronu var bilmirik. P elektronları bütün elektronların 48%-ni təşkil edir. P elektronlarını sayaq uşaqlar. P elektronlar neçə dənə oldu? 12 dənə oldu. Bütün elektronlar neçə dənə oldu? 4s2-yə qədər 20 dənə. Üzərinə gəlsin. D'də neçə dənə elektron var bilmirik. Yazırıq x. Bütün elektronların neçə faizini təşkil edir? Vururuq 100-ə. Bərabərdir 48. İxtisarlarımızı aparırıq 4 dəfə. İxtisarımız getdi 25 dəfə. 20 üzərinə gəlsin x bərabərdir 25. X də bərabərdir 5. Baxın uşaqlar, 3-də 5. Heç ehtiyac olmadı yazmamıza. X'in atomunda normal halda cütləşməmiş elektronların sayını müəyyən edir. Uşaqlar, normal hal elə yazdığımız bu elektron konfigurasiyası, elektron quruluşu, yəni açılışı normal haldır. S yarım səviyyəsində 2 dənə elektron var, S yarım səviyyəsində olub. D yarım səviyyəsində 5 dənə orbital var və hər birində də 1 elektron var.
Yəni normal halda cütləşməmiş elektronların sayı oldu 5 dənə, cavab da oldu A variantı. Keçirik 17-ci suala. Bizə 3 dənə element verib. Reaksiyaya daxil olduğu maddə X. Hər üçü deyir ki, maddə ilə reaksiyaya daxil olsun. A variantı hidrogen. Hidrogen bayaq nə dedim? Qeyri-metallardan silisium, fosfor, metallardan da alüminium, berilyumla və orta aktiv pasiv metallarla reaksiyaya daxil olmurdu. Oksigen halogenlərlə reaksiyaya daxil olmur. Uşaqlar, cavabımız elə oldu C variantı. Çünki kükürt həm florla, həm alüminiumla, həm də qələvlərlə reaksiyaya daxil olur. Cavabımız oldu onda C variantı. Gəlin indi C variantına nə alınır yazaq. 17-ci sual. Alüminium üzərinə gəlinsin kükürt. Uşaqlar, sulfidlər alınacaq da. Alüminium 2S3. Davam eləyirik. Reaksiyanlığını əmsallaşdıraq. 2 mol, 3 mol. Florla reaksiyası kükürt üzərinə gəlsin flor. Uşaqlar, kükürt burada özünün maksimum valentliyini göstərəcək. S flor 6. Çünki florla istənilən maddə, bunu da yadınıza saxlayın, imtahanda yazarsınız. Flor istənilən metal qeyri-metalla reaksiyaya daxil olsun. Onun ən yüksək valentliyini göstərir. Florun ən yüksək valentliyi 6-dır, ona görə ən yüksək valentliyini göstərdi. Valentlik deyirəm, ən yüksək oksidaşmə dərəcəsi də onsuz da uyğun gəlir deyə valentlik dedim, oksidaşmə dərəcəsini göstərir. Keçirik natrium OH-ın kükürtlə reaksiyası. Uşaqlar, natrium OH üzərinə gəlsin kükürt. Reaksiya nəticəsində alınacaq natrium 2S, natrium 2SO3. Bir də su. Reaksiyonluyunu əmsallaşdıraq. 3 mol, 2 mol, 6 mol, 3 mol. Əksənliyi əmsallaşdı. İndi D variantına keçirik. Uşaqlar, amonyak özü əsası xassəlidir. Ona görə natrium OH-lar reaksiyaya daxil olmaz. Eyni xassəli maddələr bir-birinə reaksiyaya daxil olmur. Alüminium florla amonyak reaksiyaya daxil olur. Alüminiumla reaksiyaya daxilində alüminium nitrit bir də H2 alınır. Florla reaksiyaya daxil olanda N flor3 bir də H flor alınır uşaqlar. Və yaxud da azotun özü alınır, bir də H flor alınır. Y variantına keçirik. Uşaqlar, dəmir alüminiumla reaksiyaya daxil olmaz. İki metallara reaksiyaya daxil olmaz. Florla reaksiyaya daxil olur. Ona görə də natrium OH-la da reaksiya daxil olmur. Cavabımız necə variantıdır, onu da dəqiqləşdirmiş olduq. 18-ci sual. Hansı yollar məhlulda eyni zamanda ola bilməz? Bu nə deməkdir? Hansı yollar bilirsiniz eyni zamanda ola bilməz? Bir-birlərinə reaksiyaya daxil olub çöküntü əmələ gətirənlər eyni zamanda ola bilməz. Çöküntü əmələ gəldi, çöküntü qabın dibinə çökür. Məhlulun içərisində qalmır. Məhlulun içərisində qalmaqla qabın içərisində qalmaq eyni söz deyil. Amma çöküntü əmələ gətirənlər bir-birlərini görən kimi çöküntü əmələ gətirir, qabın içərisində qalır, amma məhlulun içərisində yox, dibə çökərlər. Gümüşlə flor çöküntü əmələ gətirmir. Nitratların heç biri çöküntü deyil. Sulfatlardan yalnız kalsium, strontium, barium sulfat çöküntüdür. Ona görə də cavabımız oldu Y variantı. Uşaqlar, istəyəcəksiniz, mən biz gümüş halogenidlərdən bromla xloru çöktürür, amma floru çöktürə bilmir. 19-cu sual. Deyir ki, dəmirin X və Y-lə reaksiyası 2 valentli duz alınır, 3 valentli duz alınır. Uşaqlar, başlayırıq A variantı. H2SO4 ilə reaksiyada 2 valentli duz alınır. Kükürtlə reaksiyada da 2 valentli duz alınır. Ona görə də A variantı bizim cavabımız deyil. Kükürtlə reaksiyada 2 valentli duz alınır. Xlorla reaksiyada 3 valentli duz. Cavabımız oldu elə B variantı. Xlorla reaksiyada 3 valentlidir. Doğru cavab deyil. H-xlorla reaksiyada 2 valentli duru sulfatla da 2 valentli D də yanlışdır. Qatı nitratla 3 valentlidir. H-xlorla 2 valentlidir. Yerlər tərsinə düşür. Cavabımız da oldu B variantı. Reaksiyanı yazıb, X maddəsi üçün hansı ifadələr doğrudur? Uşaqlar, sink necə metaldır? Orta aktiv metaldır. Orta aktiv metal. Nitrat turşu isə qatıdır. Uşaqlar, orta aktiv metal qatı nitrat turşusuna reaksiya daxil olanda, indi qısaca bir şey öyrədirəm, diqqətlicə yadınıza saxlayın. Aktiv metal, aktiv, orta aktiv, bir də buraya yazıram pasif. İndi duru nitrat, qatı nitrat, duru nitrat, qatı, duru və qatı. Uşaqlar, çox duru nitratla da aktiv metallarla orta aktivlər reaksiya daxil olur. Bu zaman NH3 əmələ gətirir, amma pasiv metallar çox duru nitratla reaksiya daxil olmur. Bir də burada qurğuşunu yazıram. Qurğuşun özünü pasiv metal kimi aparır. Bu cədvəli diqqətlə yadınıza saxlayın. Aktiv metallar duru nitrat turşusundan N2, qatı ilə N2O əmələ gətirirlər. N2O qazını əmələ gətirir. Duru ilə N2O, qatı ilə NO, NO2. Gördük uşaqlar, sadəcə bir dənə oksigen artır. Diqqətlə baxın, bu cədvəli yadınıza saxlayın. N2, N2O, N2O, NO, NO2. İndi bizə nə deyir? Orta aktiv. Sink orta aktivdir və qatı nitratla reaksiya daxil olur. Yəni, NO qazını əmələ gətirəcək. Çox duru nitratla reaksiya daxil olanda orta aktivlərlə passivlər NH3 əmələ gətirir. Qurğuşun özünü pasiv kimi aparır. Orta aktiv olmasa baxmayaraq, duru nitratla NO, qatı nitratla NO2 qazını əmələ gətirir.
X maddəsi üçün hansı ifadələr doğrudur? Qonur rəngli qazdır. Xeyr uşaqlar, NO2 qonur rəngli qazdır. NO qonur rəngli qaz deyil. O2 ilə reaksiyası endotermikdir. Uşaqlar, O2 ilə reaksiyası baxın NO2 alınır. Endotermik deyil, eksotermik reaksiyadır. Çünki birləşmə reaksiyalarında eksotermik reaksiyadır. Azotun oksigenlə reaksiyası endotermik reaksiyadır. Niye endotermik reaksiyadır? Uşaqlar, bunu da bilin. Çünki azot bilirik ki 3 qat azot molekulu bir-birinə 3 qat rabitə ilə birləşib. Düz deyil. Azot molekulundakı bu 3 qat rabitələr qırılmalıdır ki, azot molekulu oksigenlə rabitə əmələ gətirə bilsin. Ona görə də azot atomunun qırılması, 3 qat rabitənin qırılması üçün sərf olunan enerji, yəni udulan enerji bu rabitənin əmələ gəlməsi üçün ayrılan enerjiden daha çoxdur. Ona görə endotermik. Endotermik nədir? Enerjinin udulması. Yəni bunu qırmaq üçün o qədər çox enerji udulur ki, artıq bu reaksiya eksotermik olmur da. Bu əmələ gələndə, yəni azotla oksigen rabitəsi əmələ gələndə yenə öz növbəsində istilik ayrılır, eksotermikdir. Amma bunu N2'nin tərkibində olan azotları bir-birindən ayırmaq üçün, molekulun tərkibində olan 3 qat rabitəni qırmaq üçün sərf olan enerji o qədər çoxdur ki, yəni o qədər çox enerji udulur ki, artıq biz reaksiyanı eksotermik deyə bilmirik də, çox enerji udulub deyə endotermik olur. Ona görə biz azotun oksigenlə reaksiyası endotermikdir, NO-nun yox. Molekulun 3 atomludur, xeyr 2 atomludur, duz əmələ gətirməyən oksiddir. Uşaqlar, duz əmələ gətirməyən oksidlər N2O, NO doğrudur, D variantı. Su ilə reaksiyada 2 turşu əmələ gətirir. Uşaqlar, NO2 də su ilə reaksiyada 2 turşu əmələ gətirir. Bunun cavabı D variantı, duz əmələ gətirməyən oksiddir. 21-ci sual. Hansı yollar həm oksidləşdirici, həm reduksiya edici ola bilərlər? Uşaqlar, element özünün maksimum oksidləşmə dərəcəsini ya da minimum oksidləşmə dərəcəsini göstərmirsə, o həm oksidləşdirici, həm reduksiya edici ola bilər. İndi diqqətlə baxın. A variantı. Dəmirin maksimum oksidləşmə dərəcəsi ferium müsbət 6-dır. Müsbət 6-dır. Minimum oksidləşmə dərəcəsi nə qədərdir? Metallarda bilirik ki 0-dır. Ferium 2 müsbətdə düz ortada yerləşir. Ona görə həm oksidləşici, həm reduksiya edici ola bilər. Xrom. Xromun da maksimum oksidləşmə dərəcəsi müsbət 6, minimum 0-dır. 2 də ola bilər. Xlor. Uşaqlar, xlor mənfi, xlorun minimum oksidləşmə dərəcəsi. Xlor neçənci qrupda yerləşir? 7-ci qrupda. Maksimum neçə oksidləşmə dərəcəsi göstərə bilər? Müsbət 7. Minimumu da tapmaq üçün maksimumdan 8 çıxırdıq. Onda minimumda mənfi 1 göstərir. Uşaqlar, minimum oksidləşmə dərəcəsi göstərir. Mənfi 1. Deməli, xlor bundan sonra elektron daha ala bilməz. Ancaq elektron verməlidir. Yəni, yalnız reduksiya edici ola bilər. Ona görə də 3 bizim cavab deyil. Alüminiumda həmçinin maksimum müsbət 3 oksidləşmə dərəcəsi göstərdiyinə görə bu artıq elektron verə bilməz. Ancaq elektron almalıdır. Ona görə də 4 də bizim cavab deyil. 1-2 cavab da oldu. D variantı. 22-ci sual. Hansı maddə ilə reaksiyada hidrogenin qatılığı 2 dəfə artırmalı? Reaksiyanın sürəti 8 dəfə artır. İndi ilk öncə gəlin bir reaksiyaları yazaq. Hidrogenin üzərinə gələcəm oksigen. Reaksiya nəticəsində alınacaq su. Reaksiya tənliyini əmsallaşdırın ki, düzgün cavabı tapa biləsiniz. Hansı hidrogenin qatılığını 2 dəfə artırsaq, reaksiyanın sürəti. Uşaqlar, reaksiyanın sürəti V bərabərdir. K vurulsun, S hidrogen vurulsun, S oksigen. Reaksiyanın sürətini bu şəkildə hesablayırıq. Hidrogenin də əmsalı 2 olduğuna görə 2 yazırıq. Hidrogenin qatılığını 2 dəfə artırsaq, reaksiyanın sürəti 2 dəfə yox, 4 dəfə artacaq. Ona görə A variantı bizim cavab deyil. Keçirik B variantı. N2 üzərinə gəlinsin oksigen. Reaksiya nəticəsində alınacaq hidrogen, oksigen nədir? Hidrogen reaksiya nəticəsində alınacaq NH3. Reaksiya tənliyini əmsallaşdırıq. 2 mol, 3 mol. İndi yazırıq. Hidrogenin qatılığı uşaqlar V bərabərdir. K vurulsun, SN2 vurulsun, SH2 kubu. Hidrogenin qatılığını burada 2 dəfə artırsaq 2'nin kubu uşaqlar. Ümumilikdə sürət 8 dəfə artmış olacaq. Cavab elə oldu B variantı. Digərlərinə baxsaq uşaqlar reaksiyaları bir-bir yazın. Bu düsturu yerinə qoyun. Əmsal mütləq üst şəklində yazılmalıdır. Məsələn, SH2'nin kubu, SH2'nin kvadratı. Mütləq cavabı tapacaqsınız. 23-cü sual. Digərləri uşaqlar onsuz da ödəmir. Yəni bu testlər neçə dəfə işlənilib. Ona görə doğru cavabı tapmaq olar. Əgər yenə də digərlərinin üzərində işləsəz doğru cavabı tapılmazsınız, rəylər bölməsində yazın. Orada izah edəcəm ki, üstə gələndə yəni neçə dəfə artmış olur. Özünüz tapa bilərsiniz yenə də. 23-cü sual. 80 mol amonyakın artıq miqdar karbon dioksidlə reaksiyasında neçə kiloqram karbamid alınır? Uşaqlar, karbamid gübrədir. Gübrə kimi istifadə olunur. İndi amonyakın karbon dioksidlə reaksiyasından karbamid alaq. NH3 üzərinə gəlsin karbon dioksid. Reaksiya nəticəsində karbamidin formulu CO, NH2, 2'dir. 2 dəfədir. Bir də su alınır. İndi gəlirik reaksiya tənliyini əmsallaşdırmağa. NH2 2 dənə 2 mol yazsaq 2, 4, 6. Reaksiya tənliyi əmsallaşdı. 80 mol deyir amonyak. Artıq miqdar karbon dioksidlə reaksiyasında neçə kiloqram karbamid alınır? Bilmirik. X kiloqram karbamid alınır. Normalda karbamidin nisbi molekul kütləsi nə qədərdir? 60 qram.
60 qram karbamid alınır. Neçə mol amonyak reaksiyaya daxil olanda? 2 mol amonyak reaksiyaya daxil olanda 60 qram karbamid alınır. İndi bu qramı kiloqrama çevirək. 10 üstü -3'ə vurduq, kiloqrama çevrildi. 1 qram 10 üstü -3 kiloqram, 1 kiloqram 10 üstü 3 qramdır. İndi gəlin ixtisarlarımızı aparaq. 2 mola getdi 30 dəfə. 2 dənə 0 buradan getdi. Uşaqlar 10 üstü -1 qaldı. 3 dəfə 8 24, 2,4 mol. Bir dəqiqə neçə kiloqram? 2,4 kiloqram. Deməli 2,4 kiloqram biz karbamid ala bilərik. İnşallah məsələni tam şəkildə izah edə bildim uşaqlar. Reaksiyanı yazırsınız, tənasibi qurursunuz, ondan sonra da həll edirsiniz. Çevrilmələrdə diqqət edin, qramı kiloqrama və s. milliqramı qrama və s. bunları mütləq diqqət edin. Məsələlərdə çox düşür və çaşdırıcıdır. 24-cü sual bizə maddəni verib və maddənin kütləsini də verib. 24-cü sual. Bizə deyir ki, CnH8 maddənin formu oldu. 27,2 qram bu maddənin içərisində, 27,2 qramın içərisində 2 mol karbon var. Uşaqlar, 2 mol karbonun kütləsi nə qədərdir? 24 qram. Deməli, bu maddənin, yuxarıdakı maddənin 27,2 qramın içərisində 24 qram karbon var. İndi diqqətli oluruq. İndi hidrogenlərin sayını müəyyən edirik. Bizə hidrogenin sayını verib, baxın, kütləsini müəyyən edirik. 27,2-dən çıxacaq 24. Neçə qalacaq? 3,2 qram. Deməli, 2 mol karbon, yəni 27,2 qram bu maddənin içərisində 3,2 qram hidrogen var. İndi yuxarıdakı maddə üçün eynisini yazaq. Yəni 27,2 qram CnH8 maddəsinin daxilində 3,2 qram hidrogen var. Bunu müəyyən elədik. Hidrogenin kütləsini müəyyən elədik. İndi eynisini ümumi maddə üçün yazaq. Maddənin ümumi MR-i nə qədərdir? 12N karbonun kütləsi, 8-də hidrogenin kütləsi. Ümumilikdə nə qədər hidrogen olur? 8 qram hidrogen var. Gördük uşaqlar. İndi gəlin bu tənasübü həll edib cavabı müəyyən eləyək. Vergülü sağa atırıq hər iki tərəfdə. 8-ə ixtisar getdi 4 dəfə. 4-ə ixtisar getdi 6, 32 4-ə gedir 8 dəfə. Deməli 12n bərabərdir 60, n də bərabərdir 5. Bizdən n istəyir uşaqlar, n də oldu 5. N-i müəyyən elədik, bu qədər. Uşaqlar, sizə hansı məsələn maddədir? Maddənin tərkibində hansı elementin sayı verilibsə, kütləsi verilibsə, onun üzərində hesablama aparın. İmtahanda da mütləq bunu unutmayın. 25-ci sual. 47 qram kalium oksid əlavə edilir suyun içərisinə. Alınan məhlulda kalium OH-ın kütlə payını hesablayın. Gəlin hesablayaq da. Deməli, ilk öncə reaksiya tənliyini bir yazaq. Kalium oksidinin üzərinə su gələndə reaksiya nəticəsində alınacaq qələvi birbaşa ilə kalium OH alınır. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol reaksiya tənliyi əmsallaşdı. Normalda kalium oksidin MR-i nə qədərdir? 39-u 2-yə vuraq 78, üzərinə gəlinsin 16. 88, 94. Deməli, 94 qram kalium oksid reaksiyaya daxil olur. Neçə qram su ilə? 18 qram su ilə reaksiyaya daxil olur. Düzeyil. Bizə neçə qram burada kalium oksid verib? 47 qram. 47 qram neçə qram su ilə reaksiyaya daxil olur? 9 qram su ilə reaksiyaya daxil olur. 353 qram su, yəni demək istəyir ki, su burada artıq miqdardır. Su artıq miqdardır. Bu qaldı öz yerində. Deməli 353 qram suyumuz var, düz deyil. 353 qram sudan 9 qramı reaksiya daxil olur. Kalium oksidlə kalium hidroksidi əmələ gətirir. Çıxanda 9 neçə qalır uşaqlar? 344. 344 qram suyumuz qabın içərisində qaldı. 47 üzərinə gəlsin 9 neçə eləyir uşaqlar? 49, 56. Deməli, diqqətlə qulaq asın. Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəmindən bərabərdir. Yəni 56 qram kalium OH alınır. Deməli, qabın içərisində 56 qram kalium OH var. 344 qram da su var. 344 qram da su var. Bizə nədir? Kalium OH-ın kütlə payını hesablayın. Uşaqlar, məhlul reaksiyası da gəlin hesablayaq da. Qabın içərisində ümumi nə qədər maddə var? 56 qram su var. 344 qram da maddə var. Kütlə payını istəyir. Yazır 344 vurulsun 100. Gəlin indi yazaq. 344 nədir? Kalium OH-ın kütləsi nə qədərdir? 56 qram vurulsun 100 bərabərdir. 56 da 340-da uşaqlar 400. 2 dənə 0 ixtisar getdi. 56-nı 4-ə bölürük 14%. Kütlə payını müəyyən etdik 14%. Bu qədər sadə. İndi keçirik 26-cı suala. Halogenid iyonu verib gümüş iyonu ilə əmələ gətirdiyi çöküntü. 26-cı sual. Diqqətlə baxın.
Gümüş iyonu ilə əmələ gətirdiyi çöküntü deyir. Uşaqlar, gümüş iyonu ilə xlor çöküntü əmələ gətirir, brom çöküntü əmələ gətirir, yod çöküntü əmələ gətirir. Yəni flor iyonu gümüşdən çöküntü əmələ gətirmir. Xlor həmişə gümüşlə ağ rəngli çöküntü əmələ gətirəcək. Gümüş iyonu ilə. Bura bir dənə gümüş yazaq, argentiyon müsbət iyonu. Ağ rəngli çöküntü əmələ gətirəcək. Uşaqlar, xlor, brom, yod sırasında yavaş-yavaş rəngi azaldığında sarımtıl olacaq onda, sarımtıl. Bromda olacaq sarımtıl. Yodda da olacaq sarı rəng çöküntü. Bu qədər də xlor, brom, yod istiqamətində rəngi yavaş-yavaş azaldığında. Onda indi X, Y, Z-i müəyyən elə. Y oldu xlor. Daha sonra X nədir? Sarı. X oldu yod. Z də oldu sarımtıl. İndi bizə nədir? Hansı reaksiyalar gedər? X-in su ilə reaksiyası. X nədir uşaqlar? Yod. Yod su ilə qətiyyən reaksiyaya daxil olmur. Xlorla brom girir, yod girmir. Daha sonra Y-in kükürdən reaksiyası. Y nədir? Xlor. Xlor kükürlə reaksiya daxil uşaqlar. Hətta iki şəraitdə. Bir S2 S xlor 2 alınır, bir də S2 xlor 2 alınır. Yəni iki şəraitdə reaksiya daxil olur. Z-in natrium X ilə reaksiyası. Z hansıdır? Z bromdur. Yəni bizə deyir ki, brom 2-nin üzərinə gələcəm. Natrium X. X hansıdır? Yod. Natrium yod. Uşaqlar, brom yodu sıxışdırıb çıxarda bilər. Yəni 3 də bizim cavabımızdır. Çünki brom yoddan daha aktivdir. Dövrü cədvəldə daha yuxarıda yerləşir. X deyir ki, natrium Y-lə. X hansıdır uşaqlar? Yod. Yod uşaqlar heç bir halogeni sıxışdırıb çıxarda bilməz. Ən zəifi elə odur. Natrium Y hansıdır? Özü təməli xloru. Xloru heç cür çıxarda. Digərlərini də çıxarda bilməz. Yəni xlor daha yüksəkdədir. Ona görə 4 də getmir. Cavabımız oldu 2, 3. Keçirik indi 27-ci suala. Birli amin, ikili amin, üçlü amin. Gəlin ilk öncə bu maddələrin bir quruluşunu yazaq. Sonra müəyyən edək. Birli amindir, ikili amindir, yoxsa üçlü amindir? A variantı. Dimetil amin. Uşaqlar, amin nədir? Birinci ona diqqət edin. Bilirəm, öyrənmişik, bilirik. Qısaca üstündən keçirəm. NH3 molekulunu bilirik. Amonyak molekulu. NH3 molekulundakı hidrogen atomu alkil radikalı ilə əvəz olunur və aminlər əmələ gəlir. Gəlin əvəz eləyək. NH2, CH3, metil amin. İndi bizə nə deyir? Dimetil amin. Gəlin yazaq. 2 dənə əvəz eləyək. NH, CH3, CH3, dimetil amin. Gördük uşaqlar. Birli amin, ikili amin, üçlü amin nədir? Baxın. Azota neçə dənə karbon birləşibsə ona görə azotun neçəli olduğunu müəyyən edə bilərik. Azota neçə dənə karbon birləşib? 1, 2. Deməli bu ikili amindir. Ona görə 2-yə getdi A variantı. Keçirik B variantına. Fenil amin. Fenil qrupu uşaqlar C6H5. Amin qrupu da fenil amin bir dənə fenil olduğuna görə NH2. Uşaqlar, amin baxın, azota bir dənə qrup birləşib. Azot atomuna bir dənə qrup birləşib. Yəni bu oldu birli amin. Ona görə B variantı yazdıq birə. Trimetil amin uşaqlar. Trimetil amin 3 dənə metil qrupu birləşdirir. Neçəli amindir bu artıq? Üçlü amin. Gördünüz? 3 dənə metil qrupu birləşib. Neçə dənə hidrogen əvəz olunursa, aminlərin birli, ikili, üçlü olmağını da elə bilirik. 3-ə də getdi C variantı. Dimetil etil amin. Uşaqlar, dimetil etil amin. Amin qrupunu yazıram. Dimetil 2 dənə metil qrupu birləşdirdim. Bir dənə də etil qrupu birləşdirdim. CH3, CH2. Neçəli amindir? Bütün hidrogen atomları əvəz olunub. Üçlü amindir. 3'e de getdi D variantı. İzopropil amin. Uşaqlar, NH2 bir dənə radikal birləşir deyir Y variantı. İzopropil çəkirik, düz deyil. İzopropil CH3, CH3, CH. İzopropil amin. Deməli neçə dənə hidrogen əvəz olunub? Bir dənə. Neçəli amindir? Birli amindir. 1'e de getdi Y variantı. İndi keçirik situasiya tipli suallara uşaqlar. 28-ci sual. Alkin. Alkinlərin ümumi formulunu gəlin yazaq. CN, H2N, minus 2. Hidrogen atomlarının sayı bizədir 6 dənədir. Metil qruplarının sayı da 2 dənədir. Uşaqlar, 6 dənə hidrogen atomu, yəni 2N minus 2 bərabərdir 6. 2N bərabərdir 8. N bərabərdir 4. Düz deyil. C4H6. Alkinin formulunu bildik. Metil qruplarının sayı deyir ki 2 dənədir. Gəlin metil qrup. Alkin molekulunda uşaqlar bir dənə 3 qat rabitə olur. Buna diqqətli olaq. Bir dənə 3 qat rabitə çəkirəm karbonlar arasında. Düzürəm də. Neçədən 4 dənə karbon düzməli deyiləm. Metil qruplarının sayı deyir 2 dənədirsə onda buradan baxın mən tutaq ki bu şəkildə də qoya bilərəm. Alkinini bu şəkildə də qoya bilərəm. Yəni formulunu bu şəkildə də çəkə bilərəm. Bir-birlərinə izomerdirlər də. CH3, CH3, H. Buraya yazam mənəm hidrogen. H2,
CH3. Görüşürüz. Bize deyir ki 2 dənə metil qrupu olsun. Birinci yazdığımda neçə dənə metil qrup var? 1 dənə metil qrup var. Cavab deyil. İkinci yazdığımda da 2 dənə metil qrup var. Deməli formul bu şəkildədir. Alkinin quruluş formulunu müəyyən edin və səmərəli üsulla adlandırın. Formulu müəyyən edirik, səmərəli üsulla adlandıraq da. Uzun zəncirdə neçə dənə karbon var? 4 dənə karbon var. İn şəkilçisi butan, butin. Butin. 3 qat rabitə neçənci karbon atomuna birləşib? İkinci karbon atomuna butin 2. Bizə deyir səmərəli üsulla adlandırın. Bu beynəlxalq üsuldur. Uşaqlar, ən uzun zəncir seçilir. Səmərəli üsulla adlandıranda 3 qat rabitənin birləşdiyi karbonlar seçilir. Həmin karbonlara birləşən biz buna nəyin törəməsi? Asetilenin törəməsi kimi baxırıq. Neçə dənə metil qrupu birləşib? Dimetil asetilen. Quruluş uşaqlar bu şəkildə adlandırılır. Dimetil asetilen. Alkinləri deməli asetilenin törəməsi kimi baxırıq. 3 qat rabitənin birləşdiyi karbon atomuna birləşən radikalların adı deyilir. Dimetil, 2 dənə metil birləşib. Asetilen. Keçir 29-cu sual. Fosfin tam yanma reaksiyası tənliyini yazın. 29. Fosfin uşaqlar pH 3'dür. Yanma reaksiyasının tənliyini istəyir. Oksigen. Reaksiya nəticəsini tam deyir. Ona görə P2O5 üzərinə gəlinsin H2O alınır. Reaksiya tənliyini əmsallaşdırırıq. 2 mol, 3 mol, 3, 5, 8, 4 mol. Və əmsallaşdırın. Reaksiya tənliyini əmsallaşdırdık. Bu qədər uşaqlar 29'da yazdıq. İndi keçirik 30-cu suala. Bizə 200 ml H3PO4 molyar da verib. Reaksiyadan alınan duzun formulunu yazın. İlk öncə gəlin bir reaksiya tənliyini yazaq. H3PO4 üzərinə gəlsin natrium OH. Biz reaksiyadan alınan duzun formulunu yazmaq istəyiriksə uşaqlar, burada natrium OH. Natrium OH-da turş duz da alına bilər. Turş duz da alına bilər. Əsas duz alına bilməz, turş duz da alına bilər, normal duz da alına bilər. Biz ilk öncə maddələrin mol miqdarlarını müəyyən etməliyik. 200 ml uşaqlar. Mol nədir? Baxın, S bərabərdir, N bölünsün V. Bu nəyin düsturudur? Molyar S burada molyar qatılığı göstərir, N maddənin mol miqdarını göstərir, V də həcmi göstərir. İndi diqqətlə yazıram. S neçə verib bizə? 2 molyar. 2 bərabərdir. N-ni bilmirik. N-ni müəyyən etməliyik ki, neçə mol H3PO4 götürmüşük. 200 ml. V-ni biz litrlə yazırıq. Yəni 0,2 litr. N də bərabərdir 0,4. İndi keçirik 2-yə. Eynisini natrium OH üçün yazırıq. Natrium OH-ın molunu müəyyən etmək üçün N bərabərdir 2 vurulsun 0,4 bərabərdir 0,8. Deməli 0,8 mol natrium OH götürürük. 0,4 mol da H3PO4 götürürük. Uşaqlar, alınan duzun formulunu biz necə müəyyən edirik? Burada neçə dənə hidrogen var H3PO4-də? 3 dənə. Deməli 1,2 mol hidrogen var. Natrium OH-da neçə dənə OH var? 8. Baxın 0,8 mol da OH var. Deməli uşaqlar turş duz alınır. Gəlin turş duzun formulunu yazaq. Natrium HPO4 üzərinə gəlinsin su. Reaksiya tənliyini əmsallaşdıraq. 0,4 mol 0,4 bizə 1,2 0,4'ü suyun qarşısına yazdıq. Nə deyir? Deyir duzun formulunu yazın. Duzun formulunu yazdıq. Deyir ki onun kütləsini müəyyən eləyin 0,4 mol. Yəni maddə reaksiya nəticəsində 0,4 mol duz alınıb. Gəlin müəyyən eləyək. 0,4 vurulsun 23'ü 2'yə vuranda 46 üzərinə gəlinsin 1. Deməli fosfor neçədir? 31'dir. Üzərinə gəlinsin 31 64. Gəlin yazaq indi uşaqlar. 0,4 vurulsun 64 46 110 130 yox 110 140 142. 4 də və 2 8 16 5 56,8 qram. Deməli duzun kütləsini də müəyyən elədik ki 56,8 qram olub. Uşaqlar, inşallah ki tam şəkildə sizə izah eləyə bildim mövzu nədən gedir. Yəni ilk öncə sizə baxın, belə molyar qatılıq verilibsə, molyar qatılıqdakı molu müəyyən eləməlisiniz ki, deməli reaksiya nəticəsində alınan duzu müəyyən eləyə bilirsiniz. Turş duzdur, normal duzdur, əsasi duzdur. Bunu müəyyən eləyə biləsiniz deyə. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kimya 1-ci qrup 20 variant sınaq imtahanı kitabındakı 11-ci sınağı işlədi. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.